Herkese salam. Son zamanlar valideynlərin ən çox müraciət etdiyi suallardan biri art terapiya ilə bağlıdır. Bu uşağın emosional dünyası necə açır? Gəlin qısa şəkildə izah edin. Art terapiya nədir? Hansı faydaları var? Art terapiya uşağın söz ifadə edə bilmədiyi hiss və düşüncələrini rəsm, rəng, oyun və yaradıcılıq yolu ilə ifadə etməsinə kömək edən psixoloji yanaşmadır. Burada əsas məqsəd gözəl şəkil çəkmək deyil, uşağın daxili dünyasını anlamaq. Uşaqlar üçün faydaları bunlardır. 1. Duyğuların təhlükəsiz şəkildə ifadə etməsini öyrənir. 2. Stres, qorxu və həyəcanı azaldır. 3. Danışmaqda çətinlik çəkən uşaqlar üçün ünsiyyət görüntüsü yaradır. 4. Özünə inanmaq və daxili rahatlığı artırır. 5. Davranış problemlərinin səbəbini anlamağa kömək edir. Art terapiya uşağın daxili səsini eşitmək üçün ən yumuşaq yoldur.